Bəzi hallarda şirkətlər göstərdikləri xidmətlərdə və yaxud da təqdim elədiyi məhsullarda hansısa bir uyğunsuzluq baş verir və onun kök səbəbini tapa bilmirlər, çətinlik olur və bu da əlavə olaraq şirkətdə bu araşdırma da dəqiq olmadığına görə bir konfliktin yaranmasına səbəb olur. Buradakı məsələ nədən ibarətdir? Əgər bir şirkət daxilində biz baş verən prosesləri düzgün qeydiyyatına aparmırıqsa, oradan çıxan xidmət və yaxud da məhsulun başdan sona qədər izlənəbilirliyini təmin eləmiriksə, mütləq ki, bu tip uyğunsuzluqlarla rastlaşacağıq. Nədir bu izlənəbilirlik sistemi? Gəlin, məsəl üçün bir məhsul götürək, tutaq ki, bir qazlı içki istehsalı ilə məşğuluq. Bu məhsulun tərkibinə gedən müəyyən qədər xammallar var, onun qablaşmasının alındığı bir tədarükçü var. O prosesdə hansısa bir texnoloji proses gedir, orada bir tərkib elementinə qatılan maddələr var, hansısa bir proseslər var, kimlərsə buna rəy bildirir. Sonra bu məhsullar istehsal olunur, qablaşır, paketlənir və müştərilərə göndərilir. Müştərilərdən hansısa biri bu məhsulda yaranmış uyğunsuzluğu, dad fərqini, qoxu fərqini və yaxud da nə bilim onun tərkibindəki uyğunsuzluğu görəndə, bildirəndə ki, sizin suda problem var, qarşı tərəf istehsalçı izlənəbilirlik sistemi yoxdursa, o bilə bilməyəcək ki, bu nədən baş verir və o tipli problemlər hardadır. Hər bir məhsulu istehlakçı üçün vurğulayıram. Hər bir məhsulu alanda məhsulun biz adətən nəyinə baxırıq? Məhsulun üzərindəki son istifadə tarixinə baxırıq. Bu çox əhəmiyyətlidir, qida təhlükəsizliyi baxımından vacibdir. Ancaq bir şirkətin, istehsalçının nə dərəcədə peşəkar bir sistem qurduğunu öyrənmək istəyiriksə, onun üzərindəki digər qeydlərə də baxmaq lazımdır. Yəni, partiya nömrəsi ola bilər, orada daha detallı saniyə, dəqiqələr düşürmü, onlara baxmaq lazımdır. Partiya nömrəsi çox daha dəqiq məlumatdır. Nəyə görə? Sabahların bu istehsalın bu partiyasında yaranmış uyğunsuzluğu həmin şirkət sistem üzərindən və yaxud da aparda hansısa bir qeydlər üzərindən araşdırıb tapa bilər ki, mən bu partiyalı məhsula hansı xammalları vurmuşdum, hansı partiyalı xammallardan istifadə eləmişdim, hansı tədarükçüdən almışdım, daha detallı gedib yerində tapa bilir və həmin partiyalı məhsulları da bazardan yığışdıra bilir. Yox, bu qeydiyyat yoxdursa, o heç bir zaman anlaşdıra bilməyəcək ki, yaranmış uyğunsuzluq nədən olubdur. Eyni şey xidmətə də deyə bilərik. Xidmət sahəsində bir uyğunsuzluq baş verəndə kimsə gedib hardasa montaj həyata keçirir, müştəri bir elektronika məhsulu alıbdır, evində montaj həyata keçiriləcək və hansı ustanın, hansı modeli, hansı markanı, hansı müqavilə ilə, hansı müştərinin evində quraşdırdığının qeydiyyatını aparmasaq, sabah müştəri deyəndə ki, yox, bu avadanlıq düzgün işləmir, düzgün quraşdırılmayıb, bizim onu tapmamız və səbəbini araşdırmamız çətin olacaq. Biz bir neçə tədarükçüdən eyni mal alırıqsa, hansı tədarükçü, hansı marka modeli, hansı partiyalı malı verdiyini tapa bilməyəcəyik. Ustadan mı qaynaqlanıb, tədarükçüdən mi qaynaqlanıb bilə bilməyəcəyik. Müştərinin mi hansısa bir səhvindən qaynaqlanıb bunu aydınlaşdıra bilməyəcəyik. Və bu zamanda nə baş verəcək? Həmin o kompensasiya ödənmə məsələləri, müştərinin narazılığı, yaranan gecikmələr və biznesimizə qarşı olan münasibətin və biznesi olan imicin itirilməsinə səbəb olacaq. Niyə görə? Çox sadə aparılmalı olduğumuz izlənəbilirlik qeydlərini, o etaplardan keçmə proseslərini düzgün qeydiyyatına aparmadığımıza görə bax belə bir xaosun içərisinə düşmüş olacaq.